Yazıqlar olsun sizə. Sizi qarğımaqdan bezdim artıq. Ahirət əvəzində dünya yaşayışına mı razı oldunuz? Ucalıq əvəzində alçaqlığı xoş tutdunuzmu? Sizi düşməninizlə vuruşa çağırdığım zaman qorxudan gözləriniz bərəlir, sanki ölüm gəlib çatmış və sizi bəlalara uğratmışdır. Qəflətə dalmısınız və o qəflət sizi sərxoş etmişdir. Mənə bir söz belə söyləmirsiniz, bir cavab belə vermirsiniz. Könülləriniz pərişandır, ağlınız başınızdan getmişdir. Heç bir şeyi dərk etmirsiniz və nə qədər ki bu belə davam edir, mənim sizə güvəncim yoxdur. Arxam, himayəçim deyilsiz ki, sizə arxalanım. Qolum qanadım olmursunuz ki, sizə sığınım. Siz sarbanı itmiş dəvələrsiniz. Bir yandan sürülüb bir yerə toplanır, o biri tərəfdən dağılırsınız. And olsun Allaha ki, siz savaş alovunu necə də pis yandırıb tutuşduranlardansınız. Onlar sizə qarşı fənd işlədirlər. Siz onlara qarşı heç bir tədbir görmürsünüz. Onlar ətrafınızı alırlar, şəhərlərinizi işğal edirlər, siz isə dinmirsiniz. Onlar sizdən gözlərini çəkmirlər, siz qəflət içindəsiz, onları unudursunuz. Vallahi bir-birlərinə yardım etməyənlər məğlub olacaqlar. Vallahi belə hesab edirəm ki, döyüş qızışanda, ölüm alovlananda, bədəndən ayrılan və yenidən öz yerinə qayıtmayan baş kimi Əbu Talib oğlundan ayrılıb gedəcəksiniz. And olsun Allaha ki, düşmənin hücumunu duyub gözləyənə düşmən hücum çəkər. Ətini sümüyündən ayırar, sümüyünü qırar və belə bir adamın əczi böyükdən də böyükdür. Könlündəki əzm zəifdən də zəifdir. Ona bir mədəd yoxdur. İstəyirsən sən belə ol, fəqət mən and olsun Allaha, düşmənin hücumundan əvvəl ona elə hücum çəkərəm ki, məşarifdə hazırlanmış qılıncla elə vuraram ki, kəllədəki kiçicik sümüklər belə havaya uçar. Qollar, biləklər, ayaqlar yerlərə düşər. Bundan sonra da Allah dilədiyini edər. Ey insanlar! Mənim sizin üzərinizdə haqqım var. Sizin də mənim üzərimdə haqqınız var. Mənə vacib olan haqq sizə nəsiyyət verməkdir. Qənimətləri sizə bölüşdürməkdir. Bilmədiklərinizi öyrətməkdir.